Həftəlik bürclər, dolçu, əkiz, tərəzi bürclər 28 apreldən 5 maya doğru nələr gözləyir? Birinci dolçulardan başlayırıq. Dolçular sizi bu həftə nələr gözləyir? Çox diqqətli olun, çünki sizin üçünüzü də bu dəqiqə analiz edirəm. Dolçu, əkizlər, tərəzi bürcləri, dəngəsizliyiniz, içinizdə, ətrafınızda baş verən şeylər heç xoşuma gəlmədi. Birinci dolçulardan başlayırıq. Dolçular bu həftə harasa gedə bilər. Transport yolla əlaqədar olaraq məsafəli, bəzi nüanslarda xoşunuza gəlməyən bəzi problemlər ola bilər. Bu həftə elə bir zamandır ki, sanki doğru olduğunuz yerdə yanlış göstərəcəklər. Düzgün olduğunuz bir yerdə sizi səhv istiqamətdə yönləndirməyə çalışacaqlar və bu həftə dolçular ən çox da sizin ətrafınızda şeytan var. Şeytanın sizin ətrafınızda bu həftə dövriyyəsi, sizi düşüncə olaraq, fikir olaraq azdırması, nəfsinizi, özünüzü sınağa çəkməsinə çox fikir verin. Yəni bu həftə gördükləriniz sizin həqiqətinizdir. Ətrafda baş verənlər, bilmədiyiniz bəzi nüanslarda boş verməyə cəhd eləyin. Pulla, maddiyyatla əlaqədar cüzi gözlədiyiniz mübadilər, pul gəlişi, pulun aktivləşməsini bu həftə əldə edəcəksiniz. Amma narahat edici məqamlardan biri odur ki, bu həftə elə bil ki, başqalarının dediklərini öz istəyiniz üzərinə aktivləşdirəcəksiniz. Məntiqimizi bu həftə dolçular qətiyyən unutmuruq. Çünki dəngəsizliyiniz var, qərarsızlığınız var, insanların danışıq və sözlərinə görə inamınız həddən artıq çoxdur və bu inam sizi daim yarımçıq şəkildə apara bilər. Bu inam sizi daim belə deyim də boşluğa doğru apara bilər, amma bu düzgün yanaşma deyil. Ümumi dəyərləndirəndə psixoloji olaraq, emosional olaraq o qədər də pozitiv bir həftə deyil. Amma şans olaraq, pul olaraq və sevgi, cəzbedicilik baxımından özünüzü 68%-ə qədər dolçular aktivləşdirə bilərsiniz. Bəzi nüanslarda bədənimizə ziyan verici bəzi şeyləri də aktivləşdirə bilərsiniz. Nəfsimizi idarə edirik. Digər məqama gələndə əkizlər bu həftə belə deyim də şans sizin yanınızdan olacaq. Yəni görmədiyiniz bəzi şansları bilərəkdən gözünüzə soxmağa çalışacaqlar ki, bax bu şanslardan istifadə edin. Uğurlu bir həftə deyə bilmərəm, çünki maddisal itkiniz var və yaxud da maddiyyatla əlaqədar düzgün bəzi nüansları dəyərləndirməyəcəksiniz. Düzgün bəzi nüanslarda aktivlik edə bilməyəcəksiniz və belə deyim də hər şeyi görməyə çalışın, hər şeyi öyrənməyə çalışın, hər şeyi məlumatlanmağa çalışın və çoxdan da qəfəsdə saxladığınız pulla, maddiyyatla əlaqədar nə problemləriniz varsa, onların hamısını həll etməyə çalışın. Çünki blokda qalmış qapılar açılacaq və bu qapıları açıb aktivləşdirmək sizin öz əlinizdədir. Əkizlər, həftənin sonlarına doğru istəklərinizə, arzularınıza doğru həftəni çox gözəl sonluqla bitirə bilərsiniz. Çünki evren deyir, sən istəmə, sənə verəcəm, bol şəkildə verəcəm. İstədiyin hər bir enerjini aktivləşdirməyə gücü sənə yönəldəcəm deyir. Sağlamlıqla baş hissədən boyun hissəyə doğru gedən bəzi narahatçılıqlarımız mənim xoşuma gəlmir. Başa düşürsünüz. Bir də bəzi əkizlərdə əl əsmələr, əldə sıxılmalar, belə deyim də bloklanmış bəzi narahatçılıqlar var. Onların qabağını almağa çalışın. Tərəzilər, əkizlər və dolçulardan çox yaxşı bir həftədə olacaqsınız. Çünki bu həftə dünyanı əl almaq istəyirəm, dünyanı öz əlinizə alacaqsınız. Bu insanla danışmaq istəyirəm, o insana doğru addımlaşacaqsınız. Bu işi görmək istəyirəm, o işi görməyə cəhd edəcəksiniz və ən çox tərəzi kişiləri bu həftə pul olaraq, maddiyyat olaraq, şans olaraq yeni bir alanda aktivləşməyinizi bacaracaqsınız. Özünüzü kral kimi aparmağa çalışacaqsınız. Yəni mən kralam və kral öz istədiyi taxt tacda oturub özünü güclü